Zalimlar və onların köməkçiləri gəlsinlər. Kimdir köməkçiləri? Elə kim bunlar üçün kis ağzı tikib? Kim bunların pencəyinin düyməsini tikib? Kim bunlara ayaqqabının bağını satır? Burasına qədər. Kim bunların atını nallayıb? Hamısı gəlsin, yığışsın bura. Hamısı gəlsin, diyansın burada. Biri ömrü boyu at çapıb, sən də onun atının nalına bir dənə mıx vırmısan. İndi o da gəlib diyanıb orada, sən də gəl diyan orada. Əleyhissalam Kumeyldə bilirsən nə deyir? Allah məni zalimlarla bir yerə salsa neynərəm? Dua-i Kumeyldə deyir, en istəmətə beyni və beynə əduvvik. Allah mənlə düşmənləri bir yerə yoxsa mən neynərəm? Cəhənnəmin alovundan bir söz demir. Dostlarından ayrı düşüb, düşmənlərlə bir yerə yığışmaqdan danışır. Deyir, Allah birdən cəhənnəmdə məni gətirdin, düşmənləri ilə bir yerə saldın, onda mən neynərəm? Demir, cəhənnəmin əzabına necə dözərəm? Fələyin səbər, fəhəbni ya ilahi və seyyidi və mavlaya səbərtü əla əzabik və keyfə əsfuru əla firabik. Allah, tutaq ki, mən əzaba dözdüm. Ey mənim Allahım, ey mənim Mavlam, ey mənim Rəbbim. Tutaq ki, əzaba dözdüm, amma sənin ayrılığına necə dözərəm? Sənin dostlarının ayrılığına necə dözərəm? Sənin düşmənləri ilə bir yerdə olmağa necə dözərəm? Yığacaqlar hamısını bir yerə. Neynəmsən, atının ayağının altına bir dənə mıx vurmuşam. Gəsən də deyəm. Deyəcək, çörək pulu qazanmışam. Ay Allah, mən neynim? Bəzən deyirlər, biri gedir, araq dükanında işləyir, oradan maaş alır. Haramdır deyirəm. Əşi, bu işinin müqabilində alır da. Əşi, onda araq satan deyirlər, işinin müqabilində satır da. Çaxır çəkən də onda zəhmət çəkir də. Zəhmətsiz nə var? Bütün haram işlərin hamısının zəhməti var. Elə deyir, qardaş. Sənə deyir, Allah, mən neynim, bunun atını mıxladım, nalladım, bir dənə mıx vurdum, balalarımı çörək yapardım. Allah deyir, mən balaları o çörək sən verirdin. O atı kim yaratmışdı, o mıxı kim yaratmışdı, o nalı kim yaratmışdı, onun filizini kim düzəltmişdi, o adamı kim yaratmışdı, səni kim yaratmışdı, uşağı kim yaratmışdı, o boğazı sənə kim vermişdi, o gözü sənə kim vermişdi, o dərrakəni sənə kim vermişdi. Sən fikirləşmədin ki, Allah sənə bu dərrakəni verib ki, o uşağa çörək verməlisən, həmin bu dərrakəni verən Allah sənin o uşağı o çörəksiz qoyacaqdır. Sən bu qədər Allahı rəhmətsiz hesab edirsən, sən bu qədər əl-əuzubillah Allahı zalim, ədalətsiz hesab edirsən, sənin o uşağa ürəyin yanır, onun çörəyindən, ruzusundan ötürü fikirləşirsən, Allah onu fikirləşmir, Allahın o uşağa rəhmi gəlmir. Bu daha mənası onun. Bilirsiniz də budur. Yəni, mən gedim harama girim, uşağıma bir tikə çörək verməkdən ötürü, belə mənə çıxır ki, mən bu uşağa rəhmim Allahdan çox gəlir. Halbuki heç vaxt ola bilməz. Sən o uşaqdan 1 milyardı var yer üzündə. Gör, birinə rəhmin gəlir, tək özünkünə rəhmin gəlir. Pəs o ata-balalıqdır, uşaqlıq, insanlıq deyil. Amma Allahın hamısına rəhmi gəlir. Görürsən, bütpərəstin də uşağına Allah çörək verir, özü də bizimkindən də çox.